Hər birinizi salam dəyərli tamaşaçılar. Degəlsinin bugünkü buraxılışına xoş gəlmisiniz. Bugün Azərbaycan söz sənətinin ən dəyərli parçalarından biri olan meyxanalardan danışacağıq. Və burada çox dəyərli söz ustadları, meyxanaçılar bizdəndir. Mən ilk olaraq sizi qonaqlarımızla tanış etmək istəyərdim. Baxmayaraq ki, siz bu şəxsləri çox yaxından tanıyırsınız. İlk öncə başlayaq. Pərviz, xoş gəlmişsən Pərviz, Pərviz Bülbülə. Rəşad bugün bizdəndir. Rəşad Dağlı. Məşədi Baba, xoş gəlmişsən Məşədi. Çox sağ ol, hamını salamlayıram. Bayram Kürdaxanlı, xoş gəlmişsən Bayram. Və son olaraq Aydın bizdəndir, Aydın Xırdalanlı. Bugünkü verilişimiz bir dəyişmə xarakteri daşımır. Burada olan sənətçilərimiz bizə meyxananın tarixi və incəlikləri barədə danışacaqlar. Və mən ona görə də ilk olaraq sözü Məşədi Babaya vermək istəyərdim. Məşədi Baba bizə meyxananın tarixi barədə danışacaq. Buyur Məşədi Baba. Deməli, meyxana 20-ci əsrlərdə Azərbaycanda yaranıbdır və meyxananı mükəmməlləşdirən şəxslərdən biri hamının da bildiyi kimi Əlağa Vahiddir. Əlağa Vahid öz qəzəlləri ilə bir çox meyxanaçıya və musiqiçiyə bir ilham qaynağı olub və onun qəzəllərindən istifadə edir həmin musiqiçilər və meyxanaçılar həmçinin. Bildiyimiz kimi Sovet dövründə də Azərbaycanda, Şamaxıda, Bakı kəndlərində meyxanadan istifadə olunub, toy məclislərində, kişi yığıncaqlarında və digər xüsusi mərasimlərdə meyxanaçılar dəvət olunublar və onlara həmin məclisə uyğun qafiyələr verilib və onlar qafiyəyə uyğun daha sonra öz musiqilərini, öz istedadlarını ortaya qoyublar. Meyxana improvizasiya üzərində qurulubdur və daha sonra 1985-ci ildə artıq mən deyərdim ki, meyxananın qızıl dövrü başladı və yeni ustadlar, yeni ifaçılar ortaya çıxdılar və onlar öz sənətləri ilə əvvəlkilərdən daha da məşhurlaşdılar və artıq televiziyada da meyxanaya və dəyişməyə yer veriləndən sonra mən deyərdim ki, artıq bütün Azərbaycan meyxananı tanıdı və gənclərdə meyxanaya maraq yarandı. Çox sağ ol Məşədi Baba. Sağ ol dəyərli məlumatlar üçün. Mən indi keçmək istəyərdim. Bugün Rəşad bizdəndir. Rəşad Dağlı. Rəşad, təşəkkür edirik gəldiyi üçün bugün verilişimizə. Bilirik ki, meyxana sənətini məşhurlaşdıran çoxlu insanlar var. Mən istəyərdim sən bu şəxslər barədə mənə məlumat verəsən. Buyur, söz səndədir. Tolik, ümumiyyətcə birincisi hamımızı salamlayıram, əziz tamaşaçılarımızı. Bugün burada məndən bir kamera arxasında oturan xırdalların hər birini salamlayıram. Mən istəyirəm bugün gördüyümüz iş haqqında belə deyək, xalqa, millətə məlumat verək, açıqlayaq ki, ümumiyyətlə bizim gördüyümüz işin tarixi nədir, əsası nədir, hardan başlayır bu iş. Bugün ümumiyyətlə xalqımızda belə bir düşüncə var ki, bir hissəsində ki, bizim gördüyümüz iş, bizim gördüyümüz sənət bayağı sənət, ara sənətidir. İnsanlar ona görə də hər nə qədər sevən varsa da, bir o qədər də sevməyən var. Belə deyək, bugün cavanları, bugün meyxanaya bədahətən, içdən, daxildən maraq göstərən cavanları, valideynləri meyxana sənətindən uzaqlaşdırırlar. Ona görə ki, fikirləşirlər ki, ara sənətlidir meyxana. Amma belə bir şey var ki, bugün o cavanların, ümumiyyətcə Azərbaycanımızın təhsil ocaqlarında, tədris olunan ədəbiyyat fənnində, ümumiyyətcə Azərbaycanımızın ədəbiyyatında çox böyük ictimai xadimlərin əsərlərində, özlərinin istifadəsində də bunların hər biri istifadə olunub. Hansı ki, mən meyxananın tarixini deyərdim ki, dayandı 20-ci əsrin əvvəllərində Mirzə Ələkbər Sabirə. Mirzə Ələkbər Sabir özü bir çox işində meyxana kupletlərindən istifadə eləmişdi. Daha sonra bu gedir, ümumiyyətcə Üzeyir Hacıbəyli var məsəl üçün, bizim dahi bəstəkarımız Üzeyir Hacıbəyli dayanır. Üzeyir Hacıbəylinin məsəl üçün Koroğlu operası, o olmasın, bu olsun operasında meyxanaya yer verilir. Daha sonra Vahid Mustafazadə gəlir, hansı ki, belə deyək, onun bəstələdiyi Cazmen Vahid Mustafazadə, onun bəstələdiyi bir çox əsərdə meyxana kupletlərindən istifadə olunur. Belə deyək, Sevli operası məsəl üçün var, orada da istifadə olunub meyxana kupletlərindən. Yəni tarixdən 20-ci əsrin əvvəllərindən bu günümüzə kimi gəlir bu meyxana sənəti. Sadəcə olaraq müxtəlif vaxt aşırı, vaxt zamanında müxtəlif formalarda istifadə olunub və bugün meyxana sənəti bizim cavanların, bizim xalqın ən xoş günlərində
toy məclislərində, xoş günlərində özlərini şənləndirmək üçün istifadə elədiyi ən son varianta gəlib çatıb. Bu gün də siz indi azdan çoxdan bizi bəyənən var, bəyənməyən var, hamımız oturmuşuq burada. Biz də öz boynumuzun borcu kimi çalışırıq ki, bu unikal, bu Azərbaycanımıza məxsus, ümumiyyətlə bizim Bakı kəndlərimizə, 32 dənə Bakı kəndimiz var. Hər birinə buradan salam göndərirəm. Bir çoxundan da buradan, elə deyək, təmsilçilərimiz var Bakı kəndlərində. Yəni, Maşdağa bizim sevimli Bakı kəndlərimizdən biri, Maşdağa. Meyxana ocağı sayılır. Düz deyirsən. Meyxana ocağı bildiyimiz kimi Maşdağa sayılır. Maşdağadan, ümumiyyətlə Maşdağa əhlindən bu dəqiqə sorursanız, danışsanız, Maşdağa əhli bunu özünə fəxr edir. Maşdağa əhli həqiqətən də bu dünyada bir dənə olan, tək olan, yek olan bu sənətin ocağı kimi özünü bilir, tanıyır və mən çox istəyərdim ki, insanların gördüyü işə, gördüyü sənətə görə onlara dəyər verərsiz. Şəxsi həyat elə bir şeydir ki, bu bizə Allah Taala tərəfindən verilmiş, bəxş olunmuş şeydir. Yəni, şəxsi həyat hər bir halda hər birimizin başına iş gələ bilər. Yaxşı olar ki, gördüyümüz işə görə bizi tanısınlar. Bəli, Rəşad bəli. Biz Maşdağalı kimi mən sənin dediklərimə qatılıram. Sağ ol, daha sənətkar, sağ ol. Hər birinizi çox sağ ol deyirəm. Toyuq, sən də çox sağ ol ki, bugün bu dəyərli verilişdə bizim fikirlərimizi xalqımıza çatdırmağımızı kömək olun. Rəşad, sağ ol, sənin fikirlərin çox dəyərlidir. Sən həm tarixi şəxslər barədə danışdın, bu sənətin üstadları barədə, həm də Məşədi babanın fikirlərini əlavə olaraq bu sənətin qədim kökü barədə danışdın, hansı ki, çox dəyərlidir fikirlərin. Sən həmçinin qeyd edin ki, burada Bakının müxtəlif kəndlərindən olan sənət insanları var ki, hansı ki, mən sözü Aydına vermək istəyərdim, Aydın Xırdalanlı. Aydın, istəyərdim ki, sən meyxananın qafiyələri barədə bizə məlumat verəsən. Buyur, söz səndədir. Çox sağ ol Tolik, mənə söz verdiyinə görə. Burada bütün sənətkarlara təşəkkürümü bildirirəm ki, biz bu sənətkarlarla Bakının nə qədər kəndində məclislərdə olmuşuq və bizim mövzumuz qafiyədir. Qafiyəyə gəldikdə biz ya özümüzün qafiyəsi olur, ya da ki, həmin toy sahibləri bizə müraciət edirlər ki, məsəl üçün bu başlıqda, bu məzmunda meyxananı davam etdirəsiniz. Yox, əlin belə deyim də, indi nətər olur, məsəl üçün bizi bir məclisə çağırırlar, həmkarlarla bir yerdə çox məclisdə olmuşuq. Məsəl üçün, Tovuz rayonuna gedirik, tutalım. Tovuz rayonunda, məsələn, Tovuzlara aid bir dənə özləri qafiyə hazırlayır. Biz o qafiyə əsasında öz meyxanamızı deyirik. Ola bilər ki, məsəl üçün, elə olsun ki, bizə tövsiyə görsünlər ki, məsəl üçün, siz seçin qafiyə. Elə olur ki, bizim bəyənilən məclislərdə o məşhur olan qafiyələrdən birini istəyirlər ki, biraz kukletdən deyək. Belə olur qafiyələr. Bir sözlə eyni qafiyəni biz təkrar edirik. Bir neçə məclislərdə, toyda. Qafiyələrdə belə bir şey də var ki, məsəl üçün məclis boyu bir dənə axırıncı söz birləşməsini götürüb, ona uyğun qafiyələr, sözlər fərqli deməyə çalışırıq. Təkrar söhbət var burada. Məsəl üçün, bir sözü, gedək sözünü, məsəl üçün, ikinci səfər işlətmək olmaz. Qafiyə tutursansa, nə mən işlədə bilərəm, nə də ki, məsəl üçün, mənim həmkarlarım, mənlə bir yerdə meyxana deyən adamlar işlədilməz. Hər sözə uyğun, ayrı-ayrı qafiyələr tutmaq lazımdır. Elə mən həmkarımın sözünə qatılıb demək istəyirəm ki, sən dedin söz birləşmələri zat. Hətta mən sənə deyərdim ki, bizim gördüyümüz sənət o qədər güclü sənətdir ki, biz hecalardan belə, şəkilçilərdən belə, cümlələrdən belə, yəni mən sənə ən minimallardan danışıram. Biz şəkilçilərdən belə qafiyə düzəldib deyirik ki, hansı ki, onlar bu gün də hamının dilində dastandır. Sözü üstələ deyirəm, Aydın meyxanası var, Məsəl üçün. Çox sağ ol Pərviz. Elə mənim də yadıma saldım bu hissəni. Bu hissəni də elə indi təkrar eləmək istəyirəm ki, bizim dinləyicilər, elə Tolikin özü də bizə təzədən qulaq assın. Şəşəşə şəhau cəmalun, cəcəcə cəlal olubdi. Lələlə ləbün şərabi, züzüzü zülal olubdi. Tətəta tətarəkallah, cəcəcə cəmalun eyva. Gügüngü gülüylə ayə, mimimi misal olubdi. Dəvət edərsən kosmonavtları. Və bunu da qeyd eləmək istəyirdim ki, meyxanaların çoxu əruz vəzninə arxalanır. Əruz vəznində həmişə söz bölgüləri olur, qısa və uzun söz bölgüləri və biz bu meyxananı
elə bir tonda səsləndirməliyik ki, yəni heç biri bir-birindən qopmasın. Və biz Düzdür. qarşımızdakıyla həmin o dəyişən vaxtı nə o məni başa düşməsin, nə o məni başa düşməsin, nə də mən onu başa düşməyim. Elə bir problemlər yaşanmasın. Ona görə biz hər şeyi axıcı olaraq davam etməliyik. Böyle şey var. Aydın, çox sağ ol. Çox dəyərlidir sənin fikirlərin. Əlavə eləyəcəyim bir şey Məncə varsa- parçasına görə bir daha qardaşımıza əl. Çox sağ ol Aydın. Mən Bayram, səndən bir soruşmaq istəyərdim. Sən bayaq Aydının fikrinə əlavə olaraq getdiyi məclislər barədə danışmışdın, Tovuz məclisi barədə danışmışdın. Mən bilmək istəyərdim ki, belə heç unudulmaz bir məclis olubmu getdiyin? Unudulmaz deyəndə bizdə həmişə necə olur, elə bu şairlər də bizlə bir yerdə olur, bütün məclislər demək olar ki, bizdə nə tər olur? Məsəl üçün, mənlə Aydın, Stalin, Pərvizlə də Rəşad. Bunlar ikisi, biz ikimiz başlayırıq yavaş-yavaş atışmağa. Məsəl üçün, o bir söz deyir, məsəl üçün, mən Pərvizə deyirəm, Rəşad mənim sözümə oradan cavab verir. Aydın görür ki, Rəşad mənim üstümə düşüb, o oradan cavab verir. Belə-belə məclislər qızışır. Dəyişmə davam edir. Davam edir, belə. Elə deyək də, yəni hamımız həmkar olsaq da, orada həqiqətən bu bədahətən gəlir. Biz orada səhnəcik qurmaq, saxtaçılıqda elə şey söhbət ola bilməz bizdə. Hamısı bədahət. Həqiqətən də deməsən o meyxana sayılmaz. 100% Əgər bədahətən məclisə gəlir. gedirsənsə, sənin halın yaxşı deyilsə, məclisə getmə. Bəli. Çünki deyəməyəsən. Məclisə getməməzdən Şən getmək lazımdır. Şən getməlisən. 100%. İnsanları Keyfin yaxşı olmalı. şənləndirməyə gedirik. Həm Keyfin səhər pisdirsə, nəinki meyxana, heç bir başqa işimizdə alınmayacaq. Aydın həmişə kefi saz olanda gedir meyxana deyir. Təşəkkür edirəm. Məlumatlarınız çox dəyərlidir. Biz həm meyxananın tarixinə toxunduq, həm meyxananın incəliklərinə, qafiyə barədə danışdıq. Mən istəyərdim ki, sözü verək Pərvizə. Pərviz Bəli, Tolik. yaşca daha gəncimizdir burada. Mən istəyərdim ki, Pərviz meyxananın bugünkü adi sənədlərimizə təsiri barədə danışsın. Pərviz, Bəli, söz sənəd buyur. Əvvəla hər bir xeyirdarımızı salamlayıram. Allah buradakılara can sağlığı versin. Bizi izləyən xeyirdarlara da buradan salam deyirəm. Allah Ağa Səlimə rəhmət eləsin, bizim böyük ustadımız və bizim böyük ustadlarımızdan biri olan Məşədi baba. Allah sənə can sağlığı versin Məşədi. Amin. Bizim adət-ənənəmizə təsir edən meyxana necə olub? Bizim bayramlarımızdan biri olan, məsəl üçün, Novruz bayramında, indi bilmirəm, düşüb tonqalın başında, məhəllədə zətdə çox olmuram. Əvvəllər biz ata-babalarımızla birlikdə düşürdük, onların sözlərinə baxıb dəyişmə zat öyrənirdik, tonqalın başında otururduq. Meyxana necə öyrənmişik biz? Elənçi öyrənmişik. Və bizim necə təsir eləyib bizim bayramımıza, adət-ənənəmizə musiqiyə çevirib də, başa düşdün, necə insanların fikirləşmə qabiliyyətini, dəyişmə qabiliyyətini artırıb. Bu da ki, çox müsbət bir şeydir Azərbaycan xalqı üçün. Və əlavə olaraq da demək istəyərdim ki, burada qafiyədən söhbət açıldı. Qafiyənin üstündən deyərəm ki, bizim qafiyələrimiz neçə-neçə hissələrə bölünüb. Əruz vəznində, satrik vəznində, yumorik və tərzdə zətdə. Mən özüm çox vaxt yumorik vəziyyətdə deyil, tərzdə demişəm. Sevgi baxımından da deyilir. Sənə bir misal çəkə bilərəm ki, məsəl üçün, bir qız və bir oğlan qıza sevgini necə deyə bilər? Meyxana vasitəsilə deyə bilər. Düz demirəm. Meyxana vasitəsilə şeir quraraq, cümlələri birləşdirib ona meyxana vasitəsilə öz sevgisini, öz ürək sözlərini açıb deyə bilər. Düz demirəm, Tolik. Bakı kəndlərində başqa cür olmur. Bəli. Mənə elə gəlir ki, biz bir dənə alqışla Pərvizə bir dənə burada man dəstək verir. Dəvət edərsən kosmonavtları. Bir şeir yazmışam mən sevgiyə. Tolik, istəyirəm onu səsləndirim burada. Buyur. Dəyərli şairlərimizə fikirlərini bildirsin ki, bu şeirə. Günlərim qaraldı, gecəm uzandı, içimdə min yerdə nəğmə sızlandı. Könlümün ipini qırıb sızlandı. O qopan bağı canan apardı getdi, canımı canan apardı getdi. Bir ümid içimdə köz kimi qaldı, o sevgi ürəyimdə iz kimi qaldı. Əlimdə, sözümdə buz kimi qaldı, istidən əlimi canan apardı getdi, canımı canan apardı getdi.
Sağ ol Pərviz. Dəvət edərsən kosmonavtları. Qafiyəmi şərtmisən ha. Böyüklərimizdən qafiyə götürmək bizim baş ucalarımızdır. Bəli. Pərviz, çox sağ ol, təşəkkür Sağ edirəm. ol, Toli. Mən bütün qonaqlarımıza təşəkkür etmək istəyirəm dəyərli fikirlər üçün. Verilişimizin əvvəlində dediyim kimi, bugünkü verilişimiz bir dəyişmə xarakteri daşımırdı, məlumat xarakterli idi və bütün sənətçilər öz meyxanaları barədə dəyərli fikirlərini bölüşdülər. Hər birinizə təşəkkür edirəm. Sağ ol Toli. Sağ ol. Ne bu məclislərdə yığışaq. Təşəkkürlər. Heç nə Tolik. Bu verilişin həmişə hörməti olur. Bu köhnələrin verilişidir. Aydın Tayqutlar da toya tələsirik axı. Heç nə olmaz. Becərsin də. Biz getdik toya. Sənin vaxtını almayaq. Getdik. Getdik. Sağ ol, Toli. Sağ ol. Meyxana